Bu mövzuda bağlı danışmaq həmişə çətindir. Çünki hadisələr tam gözümün qarşısında baş verir. Bildiyiniz kimi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun antiterror əməliyyatını bitirdikdən sonra Xankəndi stadionunda çox sürətli işlər həyata keçirilməyə başladı Gənclər İdman Nazirliyinin rəhbərliyi altında. Və burada qərarlaşdırıldı ki, Azərbaycan Kubokunun bir oyunu reallaşsın. Bu da Qarabağ və MOIK əslində oyunun afişası belə gözəl səslənir. Həm Qarabağ, həm də Ordunun klubu Azərbaycan Kubokunun 81 final mərhələsi çərçivəsində üz-üzə gəldilər və bu oyun Xankəndi şəhər stadionunda baş tutdu. Peşəkar Futbol Liqasının da bu oyunla bağlı öz məsuliyyəti var idi və belə deyək də, bu böyük qayıdışın, böyük idman qayıdışının əsas hissələrindən biri idi. PFL prezidenti İlxan Səmədov bu işlərə rəsmən belə deyək də, birbaşa nəzarət edirdi və biz idarə heyəti olaraq baş verən hadisələrin ən xırda detalına qədər özümüz cavabdehlik daşıyırdıq və özümüzün nəzarətində idi. Bu tip artıq ikinci səfərimiz idi Xankəndi şəhər stadionuna və səhər saatlarında belə bir qəza baş verdi. Peşəkar Futbol Liqasının prezidenti İlxan Səmədovun daxil olduğu, tam olaraq idarə heyətinin yer aldığı maşın qəzaya düşdü, yəni maneəyə çırpılmışdıq biz. Hadisənin necə olduğunu açıq deyim, xatırlamıram, necə baş verdi, idarə etməkdir, yoxsa nə baş verdiyini tam anlamadım. Sadəcə qəzadan dərhal sonra artıq biz anladıq ki, bu qəza olub, qəza baş verib. Ən ağır xəsarət alanlar PFL prezidenti İlxan Səmədov və vitse-prezident Aslan Şahkərdiyev idi. Onlara Allahdan şəfa diləyirəm. Çox şükür ki, müalicələri plana uyğun davam edir, reabilitasiya dönəmindədirlər və ümid edirik ki, ən qısa zamanda tam olaraq öz sağlamlıqlarına qovuşacaqlar. Sağlamlıqları imkan verməsə də, onlar heç bir halda işdən qopmadılar, heç bir halda işdən qopmadılar. Ən xırda detala qədər belə Elxan müəllim belə deyək də, xəstəxanada olduğu müddətdə belə Peşəkar Futbol Liqasına rəhbərliyi birbaşa həyata keçirdi və biz bu baxımdan hər hansı bir axsama hiss etmədik. Amma çətindir. Yəni, birinci onların özləri üçün çətindir, çünki bu qədər ağır qəzadan sonra həm fiziki, həm mənəvi, həm beyin olaraq toparlanıb geri qayıtmaq, yəni hər adama nəsib olmayan bir şeydir. Allah onlara güc verib, səbir verib və onlar əzmlə öz belə deyək, müalicə proseslərini keçirlər, reabilitasiya dönəmində özlərini belə deyək də, əsl məğrur Azərbaycan kişisi kimi göstərirlər və ümid edirəm ki, onlar ən qısa zamanda tam sağlamlıqlarına qovuşacaqlar. Bizim Peşəkar Futbol Liqasının qapısını döysəz və bütün vəzifəsindən asılı olmayaraq bütün insanların ən böyük arzularını soruşsaz, onların ən böyük arzularının məhz bu iki şəxsin sağlamlıqlarına tam qovuşması olduğunu söyləyəcəklər. Bu bir mənalıdır. Yəni, həyatda bir arzumuz olsa ki, nəyin gerçəkləşməsini siz istəyirsiniz və bununla da sizin belə deyək də, balansınız bitir. Bizim əsas məqsədimiz, əsas istəyimiz məhz bu olar ki, İlxan Səmədov və Aslan Şəhkərdiyev öz sağlamlıqlarını tam bərpa etsinlər. Çünki onlar Azərbaycan futboluna lazımdırlar, onlar ailələrinə lazımdırlar, onlar bizə lazımdırlar, onlar Azərbaycan cəmiyyəti üçün lazımdırlar. Çünki onlar həqiqətən də həm rəhbər olaraq, həm şəxsiyyət olaraq, həm yol göstərən olaraq hər zaman belə deyək də, öz vicdanlarına görə addım atıblar və bu kollektivin formalaşmasında böyük rol oynayıblar. Əlbəttə, yəni biz burada sadəcə Allahdan dualarımızı əsirgəmirik, Allahdan ümidimizi heç vaxt kəsmirik ki, onlar ən qısa zamanda öz sağlamlıqlarına qovuşacaqlar. Çətin günləri idi. Əsas odur ki, çətin günlərdə sən necə dayanacaqsan, başın dik olacaq, yoxsa artıq hər şeydən əlləri bir yanına salacaqsan, bu ən vacib məsələdir. Peşəkar Futbol Liqasının kollektivi məhz bu çətin dönəmdə ailə olmağı bacardı. Peşəkar Futbol Liqasının kollektivi məhz bu çətin dönəmdə öz yolu ilə davam etməyə bacardı. Və ümid edirəm ki, bu keçdiyimiz çətin period bizim daha da möhkəmlənməyimizə inşallah səbəb olacaq.